Bir gün bir dostum var idi. O istifadə eləmirdi, amma bir gün danışdı ki, Pinup diye bir program var. Orada külli miqdarların adını çəkdi. 16 min, 20 min ki, pullar udmuş. Amma istifadə eləmirdi. Yəni və indi düşünürəm ki, o aslı insan olmuyor. Biraz saxlaya bilir. Amma bir günləri oturmuşdum əlimdə evin kirayəsinin pulu var idi 1000 manat. Özüm də istifadə eləmişdim. Yəni çəkmişdim, dərman atmışdım, bilik atmışdım. Keyfim çox yaxşı idi. Eyfarik istərdəydim, xoşbəxt, suyunu xoşbəxtçiliyindən baş-başaydım və düşündüm ki, 1000 manatı necə çoxaldım. Yaddaşıma düşdü ki, bir dostum olub, Pinup tərifləmişdi ki, pul qazanmaq olur. Asan yolla pul qazanmaq istədim, pul böyütmək istədim deyək ki, belə. Neyim, götürdüm. Pinupda bir neçə oyun oynuyordum, meyvə falan oynuyordum. Baxdım ki, o aviator oyunu var orada, samolyot uçurdu sən. Nə var bunu, uçurdacaq. Özdə birinci şirinlikləşdirmək üçün oyun verildi. Qaldırdım 5000'ə. Ya 1000 manatı 5000'ə qaldırmışam, amma dayanmıram da. İndi 16-24 min yaddaşıma vurub axı. Bir de gördüm yarım saat içinde kaldırmış, ama 7000'ə kadar kaldırdım. Gördüm ki yarım saatin içinde ne o koyduğum 1000 manat var, ne 7000 var. Hele yarım saatten sonra da evin pulunu vermedim. Ne artıq evin kirayəsini verməyə pul var. Və bir çox belə hadisələr baş verir həyatımda. Yəni bir gün içində narkotika verdiyim pulları elə market qoyuram kənara. Mən iqraman yeməyə çox belə saldı da. Çünki çox pullar xərclədim iqraya. Pinup, sonra Mospet, sonra kodlar var. Son zamanlar çıxmışdı kodlar. Çox belə birinci deyimdə oyundan verildi, şirinlikləşirdim və mən başa düşdüm ki, bu qədər itkilərimdən sonra iqramaniya ən ağır asılılıqdır.